şey qaldı. Emir, Dehli Sultanlığı neçənci illərdə mövcud olub? Bana 1306-cı ildən 1526-cı ilə qədər mövcud olmuşdur. Yaxşı, Dehli Sultanlığının sonunu gətirən döyüşün adı nədir? Paypat döyüşü 1526. Yaxşı, eyni ildə baş vermiş, Avropada baş verən döyüş hansıdır? Eyni ildə. Eyni ildə Avropada baş vermiş döyüş. Bax, dedin, Dehli Sultanlığında Panipat neçənci il idi? 1526. Aha, 1526-cı ildə Avropada hansı döyüş baş verib? Bugünkü dərsimizə aiddir, Emir. Osmanlı dövləti Maxez Çar qoşunları. Moxac, Emir, Moxac. Moxac döyüşü baş vermişdi. 13-cü suala bax. Sultan 1-ci Muradın hakimiyyəti dövrü. Sultan 1-ci Murad neçənci illərdə hakimiyyətdə olmuşdu? Sultan 1-ci Muradla 1362-dən 1389-a qədər hakimiyyətdə olmuşdu. İlk dəfə sultan titulunu qəbul eləmiş hökmdar. Sultan 1-ci Murad. Deməli, Osmanlı tarixində bir ilk yaşandı. İlk dəfə 1-ci Muradın dövründən bütün hökmdarlar artıq neynədi? Sultan titulunu daşımağa başladı. 13-cü sualı təhlil elə. Cavabı. Serbiya dövlətinə Bolqarıstan asılı salmışdı. Deməli, cavab 1-2-4 olacaq. 1-2-4 doğrudur. Deməli, 1-ci Muradın hakimiyyəti dövrünə aiddir. Bolqarıstanın asılı salınması, Çirmən döyüşündə qələbə qazanılması, paytaxtın Ədirnə şəhərinə köçürülməsi. Yaxşı, Ədirnə şəhərindən qabaq Osmanlı dövlətinin paytaxtı hansı şəhər olmuşdu? Ədirnə şəhərindən qabaq Osmanlı dövlətinin paytaxtı Bursa şəhəri olmuşdu. Bursa şəhəri neçənci illərdə paytaxt olub? Bursa şəhəri 1326-dan 1362-ə qədər paytaxt olmuşdu. Aha. O 14-cü sualı oxu. 14-cü sualı oxu. Osmanlı tarixinə aid cədvəldəki hansı hadisələrin yerləri dəyişsək, hadisənin xronoloji ardıcıllığı düzgün müəyyən etmək olar. Sən bütün illəri de, sonra sıralamanı düzəldərsən. Bütün döyüşün, bax buradakı döyüşlərin hamısının ilini de, onu da qeyd elə. Cədvəl kimi yaz ki, sonra sıralamanı düzəndə qarışdırmayasan. Alt-alta yaz. Çaşmamaq üçün alt-alta yaz ki, rahat sıralama eləyə biləsən. Çaldıran döyüşü neçənci ilə aiddir? 1514-cü ildə Çaldıran döyüşü olmuşdur. Nəticəsi nə olmuşdu, Emir? Nəticəsində Səfəvilər Osmanlılar qalib gəlmişdi. Səfəvlər məğlub olub, yəni Osmanlılar qalib gəlir. Yaxşı, Misir Məmlük Sultanlığı neçənci ildə süqut elədi, Emir? Yavuz Sultan Selim'in 1517-ci illərə. Yaxşı, Habsburglara qarşı ittifaq neçənci ildə quruldu? 33-dən. Mən 1035 demişdim. 1535. Aha. Yaxşı. Sadəcə biraz üzünə baxanda başlayırsan qorxmağa ki, səhv demişəm. Belqrad döyüşü neçənci ildə baş verib? 1521-ci ildə baş vermişdim. Aha. Zigetvar qalası uğrunda döyüş neçənci ildə baş vermişdi? 1566-cı ildə. Yaxşı. Yaxşı. Bəs Zigetvar qalası ələ keçiriləndə Sultan 1-ci Süleyman ölkədə atəşfəşanlıq etdimi? Yaxşı fikirləş, düzgün cavab ver. Xeyr, çünki həmən o ərəfədə vəfat edildi. Bəli, onun mühasirəsi zamanı zaten Sultan 1-ci Süleyman neynəmişdi? Vəfat etmişdi və onu həmişə dövlətlərin belə bir qaydası var. Sərkərdə ordunu idarə etməli idi, hökmdar olmasa belə və bununla da Osmanlı artıq bu döyüşdən qalib ayrılır. Yaxşı, 15-ci sualı oxu. O sıralamanı özün eləyərsən 14-ün. 15-i oxu. 15-ci sualdan 1-ci
Bəyazıd, birinci Səlim, birinci Süleyman. Birinci Bəyazıd deyil. Birinci Bəyazıd deyil. Yaxşı bax. İkinci Bəyazıd. İkinci Bəyazıd. Aha, indi onlara nələr aid olmalıdır? Hərflər verilir, rəqəmlər verilir. 3 dənə hökmdara aid olan hadisələri sırala. Sultan Səlim neçənci illərdə hakimiyyətdə olub? Sultan 1-ci Səlim. Bəli, 1512-ci ildən 1520-ci ilə qədər hakimiyyətdə olmuşdur. 1512-1520-ci illərdə hakimiyyətdə olmuşdur. Yaxşı. Davam eləyək, davam elə. Aha, deməli bu 8 illik hakimiyyətdə aid oldu 1-ci Səlimə. Səfəvilər dövləti ilə Misir Məmlük Sultanlığı ilə dostluq əlaqələri saxlandı. Kimin dövründə? Bəli, bu Yavuz Sultan Səlimin atasından ikinci Bəyazıdın dövründə. İkinci Bəyazidə aid idi. Yaxşı, bəs 1-ci Səlim Səfəvlərlə dostluq əlaqəsi saxlayıbmı? Birinci Yavuz Sultan Səlim xeyrinə saxlanıldı. Bəli, kin nifrətçisi ilə yaşayırdı. Yaxşı, İspaniyadan qovulan yəhudilərə Osmanlı ərazisində yaşamaq hüququ verdi. Bunu verən hökmdar kim idi? Bəli, ikinci Bəyazıd var. O da 2-ci Bəyazid idi. Yaxşı, Məhəmməd Peyğəmbərdən qalan müqəddəs əmanətlər İstanbula gətirildi. Kimin dövrü idi? Yavuz Sultan Səlim. Yavuz Sultan Səlim. Deməli, burada bir dənə aid olacaq 3-ə A. Başqa heç biri. Çünki Viyananın ilk uğursuz mühasirəsi zaten onun hakimiyyəti, yəni Sultan Süleymanın hakimiyyəti dövrünə təsadüf edir. Yaxşı, Sultan 2-ci Səlimin hakimiyyət illəri Emil neçənci illərə təsadüf eləyir? Sultan 2-ci Səlim 1566-dan 1574-ə qədər hakimiyyətdə olmuşdur. Yaxşı, Sultan 3-cü Muradın hakimiyyət illəri? 3-cü Muradla 1574-dən 1595-ə qədər hakimiyyətdə olmuşdur. Sultan 1-ci Əhmədin hakimiyyət illəri? 1603-dən 1617-ci ilə qədər hakimiyyətdə olmuşdur. Sultan 2-ci Osmanın hakimiyyət illəri? 1618-dən 1622-ci ilə qədər hakimiyyətdə olmuşdur. Yaxşı, Sultan 4-cü Muradın hakimiyyət illəri? 1623-dən 1640-cı ilə qədər hakimiyyətdə olmuşdur. 1623-dən 1640-a qədər. Sultan 4-cü Muradın hakimiyyəti dövründə əlamətdar olan sülh müqaviləsi hansı idi? Kimdən imzalanmışdı o sülh? 1639-cu ildə qəsr işini sülh imzalanmışdı. Səfəvərlə Osmanlı arasında. Aha, yaxşı. Osmanlıya qarşı qəzəb göstərən İspaniya 1541-ci ildə niyə Osmanlıya qarşı addım atmağa başladı? Səbəb nə idi? Hansı hadisə baş verdi ki, İspaniya Osmanlıya qarşı belə deyək də zərbəsini endirməyə çalışdı? Çünki həm də o vaxt Fransada cəhd göstərmiş Osmanlı ilə birlikdə. İspaniya yəni Əlcəzair deyilən bir yer var idi Osmanlı. Əlcəzair sahillərindəki mülklər üstündə. Osmanlı mülkü var idi. İspaniya ora mülkə qoşun göndərir, donanma göndərir. Mən bunu demirəm. Niyə donanma göndərdi? Osmanlının hansı addımını İspaniya bəyənmədi ki, onun Əlcəzair mülkünə qoşun göndərdi? Çünki Osmanlı dövləti öz müttəfiq olan Fransanın Korsica adasının tutulmasında yaxından kömək etmişdi. Yox, nədən sonra baş verdi? Sən onu başa düşmürsən, elə öz bildiyi deyirsən. Fransanın əlaqəsi yoxdur əzizim. Burada əsas məsələmiz nədir? İspaniyanın qarşısında olan nə var idi ki, istəyi hara idi ki, Osmanlı həmin əraziyə qoşun yeritmişdi və ya müharibə eləmişdi. İspaniyanın müttəfiqi olan, İspaniyaya yaxın olan hansı ərazi idi? Avstriyaya müharibə elan eləməsi, yenidən müharibə elan etməsi Osmanlı ilə və bu da İspaniyanın qəzəbinə səbəb oldu. Neçənci il idi bu? Həmin Avstriyaya müharibə elan eləməsi yenidən? 1541-ci ildə. 41-ci ildəki hadisə idi. Yaxşı, bundan əvvəl Avstriya və Osmanlı arasındakı münaqişə neçənci illərə təsadüf eləmişdi? 1529-1530-cu illərdə.
1529-1533-cü illərə aiddir. Çirmən döyüşü və nəticəsi. Bəli, 1571-ci ildə Çirmən döyüşü baş vermişdi. Çirmən döyüşü Neçə? 1371 1371-ci ildə baş vermişdi. Yaxşı, iki Fatihin döyüşü neçənci ildə baş verib və nəticəsi? 1402-ci ildə Ankara savaşı baş verdi. Ankara savaşında da Əmir Teymur Osmanlıları məğlub etdi. Osmanlı padşahı kim idi onda hökmdarı? Bəli, 1-ci Yıldırım Bəyazıd. İldırım Bəyazid idi. Birinci İldırım Bəyazid idi. Yaxşı, Osmanlı tarixinə adını qızıl hərflərlə yazdıran hökmdar kimdir? Bəli, Fatih Sultan Mehmet. Niyə? Bəli, çünki mən 1453-cü ildə Konstantinopol şəhərini fəth etməsi ilə, yəni İstanbul paytaxtı, yəni İstanbul elan etdi. Həm də Qızıl Körpü adlandırırdılar. Yəni Bizans kimi böyük bir ərazini ələ keçirmişdi. Yaxşı, Trabzon neçənci ildə ələ keçirildi Osmanlı tərəfindən? 1461-ci ildə Trabzon Fatih Sultan Mehmet tərəfindən ələ keçirildi. Maltepe döyüşü neçənci ildə baş verib Emir? Maltepe döyüşü 1329-cu ildə baş verdi. Osmanlı oxçuları Bizans qüvvələrini darmadağın etdi. Aha, yaxşı. Gelibolu döyüşü neçənci ildə baş verib? 1354-cü ildə baş vermişdi. Orxan Qazi Gelibolu qalasını fəth etmişdi. Aha. Yaxşı. Sultan 1-ci Səlimin hakimiyyət illəri neçənci illərə təsadüf edir? 1512-dən 1520-yə qədər hakimiyyət olmuşdu. Yaxşı. Xaçlılara qarşı müharibə aparmaq 1-ci Bəyazidlə kimi oxşar cəhəti ola bilər? Səlahiyyətin Əyyubiyə ortaq cəhətdir. Kosovo döyüşü neçənci ildə baş verib Emir? 1389-cu ildə Kosovo döyüşü baş verdi. Kosovo döyüşü nəticəsində Serblər yenə məğlub edildi, Osmanlılar qalib gəldi. İkinci Mehmet neçənci ildə qanunnamə verdi? 1476-cı ildə qanunnamə verdi. Aha, 1476-da qanunnaməni verdi. Yaxşı. Osmanlı dövləti neçənci ildə meydana gəlib? Osmanlı dövləti 1302-ci ildə meydana gəlmişdi. Neçənci ildə imperiyaya çevrilib? 1453-cü ildə Fatih Sultan Mehmet tərəfindən. Fatih Sultan Mehmet tərəfindən imperiyaya çevrilmişdi. Birinci İstanbul sülhü neçənci ilə aiddir Emir? Birinci İstanbul sülhü təxminən 1590-cı ilə 1590-cı ilə aiddir. Yaxşı, Kipr adası neçənci ildə fəth edildi? 1571-ci ildə fəth edildi. Yaxşı, Portuqaliya neçənci ildə Osmanlı tərəfindən darmadağın edildi? 1569-da. Yaxşı, ikinci Sərab sülhü neçənci ilə aiddir? İkinci Sərab sülhü 1612-ci ildə imzalanmışdır. Yəni ikinci İstanbul idi. Mərən sülhü neçənci ilə aiddir Emir? 1618-ci ildə imzalanmışdır. Aha, 1618-ci ildə imzalanmışdır. Yaxşı. Osmanlı qoşunu İrəvanı və Bağdadı neçənci ildə ələ keçirdi? Osmanlı qoşunu İrəvanı 1535-ci ildə